Ümidsizlik odur ki, yəni mən Allahı dəyişirəm, mən Allahı bu cür qəbul edirəm, mən Allahın zatını, Allah zatını müdaxilə etməkdir. Tarix boyu bağışlananlar var, ümidsizlik olmaz. Əgər tarix boyu sən insanlara bağışlanmısansa, deməli mənim də bağışlanma şansım var. Mənim də bağışlanma şansım var. Məsumlar nə üçündür? Məsumlar niyə var? Niyə məsum var? Niyə imam var? Niyə peyğəmbər var? Niyə məsələn Həzrət Əli var? Ona görə onlar var ki, biz ümidsiz insanlara başa salsın ki, ümidsizlik eləməyin. Allahın o rəhmətini göstərmək üçün gəlir. Yəni onlar o Allahın rəhmətini, həqiqətini göstərmək üçün var. Yəni onlar olmazsa biz yenə dərk eləməyəcəyik, ümidsizliyə qapanacaq. Onlar gəlirlər, ümidsizliyimizi qırmağa gəliblər. Onu qırmaq üçün gəliblər, yəni bəsdir də, nə qədər ümidsizlik olar. Ümidsizliyin özü böyük bir günahdır. Ümidsizlik Allahı dəyişməkdir. Ümidsizlik odur ki, yəni mən Allahı dəyişirəm, mən Allahı bu cür qəbul edirəm, mən Allahın zatına müdaxilə eləməkdir. Deyər Allahın zatı barəsində qətiyyən düşünməyin. Çünki bəşərin ağlı ora girə bilməz. Ümidsizlik də nədir? Ümidsizliyin mənası odur ki, sən Allahın zatı barəsində düşündün və onun zatını dəyişdin, dəyişkənlik etdin. Ona görə küfr, ümidsizlik küfrə gətirib çıxarda bilər. Necə ki Allahın zatı barəsində danışmaq, bəşərin ağlının girə bilməyəcəyi məsələləri müzakirə eləmək küfrə axıra gətirib çıxardır, ümidsizlik də insan axırı küfrə gətirib çıxardacaq.